Nəcibə Məlikovanın dayısı Ruhullah Axundov 1938-ci ilin yayında həbs olunub. Dayısı repressiya siyasətinin güdazına getdikdən sonra Nəcibə xanımgilin də qara günləri başlayıb. Bütün çətinliklərə, maneələrə baxmayaraq həyatlarına davam edib, yaxşı təhsil almağa çalışıblar. Nəcibə Məlikova uşaqlıqdan həkim olmaq istəyib. Amma tibb institutunda oxumaq arzusu xalq düşməninin bacısı qızı olduğuna görə ürəyində qalıb. Orta məktəbi bitirən Nəcibə Məlikova stenoqrafçı işləyib. Sonra sənədlərini Bakı Teatr Məktəbinə vermək məcburiyyətində qalıb. O zaman ağlına da gətirməyib ki, könülsüz təhsil almağa başladığı bu sənət onun taleyində böyük rol oynayacaq. Çox sağ ol. 1940-1943-cü illərdə Bakı Teatr Məktəbində xalq artisti Fatma Qədrinin sinifində oxuyub. Elə həmin illərdə aktrisalıq sənətinə bağlanıb. Məktəbi bitirdikdən sonra Gəncə Dövlət Dram Teatrında işləməyə gedib.